Arkadaşlar, ay yoldaşlar, bu şeri Azərbaycanın şanlı siyasi zindanlarına təqdim edirəm. Bu mübariz insanlar indi həmin dəqiqə ki mən bu şeri sizə oxuram, cinayətkar rejimin zindanlarında şikəncə altındadılar. Onların xatirini gərək əziz saymaq, onların azadlığı yolunda gərək çalışmaq. Arkadaşlar, ay yoldaşlar, yalancılar, boş beyinlər, hiləgərlər, alçaqlar, haqqı nahaqq eyləyənlər, həqiqəti dananlar, azadlığı, insanlığı ayaqlayıb əzənlər, şərafətli insanların qanın yerə tökənlər, vicdansızlar, qan soranlar, quldurlar, talançılar, yol kəsənlər, xalqın qanın içənlər, cəmaətin var yoxunu əllərindən alanlar, xalqimizi pis günlərə salanlar, zindanları doldurublar igid insanlar ilə, qadınların, kişilərin azadlığın əllərindən alıblar, qadınların, kişilərin azadlığın əllərindən alıblar, öyrəncilər, müəllimlər, yazıcılar, şairlər, fəqr əlində əsir qalmış zəhmətkeşlər, işçilər, istibdada, cəhalətə baş əyməyən insanlar zindanların quşəsində qalıblar, çöndəriblər ölkəmizi bir qaranlıq zindana. Zindandakı insanların azadlığı yolunda bizlər üçün vəzifədir can yandırmaq, çalışmaq. Kimsə istər ana vətən əsarətdən qurtulsun, işçilərin üzü gülüb, ellər azad yaşasın, dustaqlardan, işgəncədən daha əsər qalmasın, ondan üçün vəzifədir siyasətə qarışmaq, düşmənlərə baş əyməyib haqq yolunda atışmaq. Azadlıqla əlaqə saxlayanlar lazımdır ki, düşünsünlər, bilsinlər. Azadlığı asanlıqla insanlara verməzlər. Azadlığı dəvalarda, döyüşlərdə alarlar. Düşmənlərə baş əydirən, təslim olan insanlar öz əli ilə özlərini pis günlərə salarlar. Qorxusundan mısıb danışmayanlar dünya boyu əsarətdə, məzəllətdə yaşarlar. Qorxusundan mısıb danışmayanlar dünya boyu əsarətdə, məzəllətdə yaşarlar. Arkadaşlar, ay yoldaşlar, durun bütün ayağa. Azadlığın, insanlığın yolunda qədəm qoyun qabağa. Yadə salın Səttərxanı, Bağırxanı, Əli Misyo, Hüseyn Bağvan, Heydərxanı, bütün o qəhrəmanları, düşmənlərə qarşı duran igidləri, istibdadın bünövrəsin qazanları, azadlığı dəvalarda düşmənlərdən alanları, yadə salın zindanlarda qalanları, dustaqlarda, darda qalmış kişiləri, qadınları, azadlığın yolunda can fişanları. Səttərxanın yolun gedin, Heydərxanın yolun gedin, Səttərxanın bayrağını çəkin göyə, azadlığa, insanlığa yardım durun, cəhalətin, istibdadın kökün vurun, zülmə qarşı çalışmadan əl çəkməyin, düşmənlərə baş əyməyib, gələcəkin səadətin təzmin edin. Düşmənlərə baş əyməyib, gələcəkin səadətin təzmin edin. Arkadaşlar,
ay yıldızlar.